Bu da Starf'ti. Görüş başladı. Maraqlı bir mübarizəyə şahidlik etməyə arzusu ilə reportajımıza başlıyor hörmətli tamaşaçılar. Baxsa Sabah komandasında bu artıq bütün çempionatlar üçün ən böyük nəticə olacaq. Rekord olacaq. Qapıya zərbə və top qapıdan keçir. 6-cı dəqiqə. Hesab açılır. Sol cinahdan edilən ötürmə və hesabı açan futbolçu Sabahın 33 nömrəli oyuncusu Omar Ali Rahmanəliyevdir. 1-0. Baxırıq epizodun təkrarına. Bir daha. Sekidika'dan qapı qarşıda ötürmə və Omar Ali Rahmanəliyev daha tez çatmaqla hesabı açır. Epizodun bax bu məqamında Sekidika ötürmə anında oyundan kənar vəziyyət. Bedelov'dan Ronaldo istiqamət ötürmə. Ronaldo Vazquez. Elle oyun var deyir burada. Hakimə baxır. Elle oyun var deyir Ronaldo Vazquez. Bu da bax o məqam hansı ki bax burada Sumqayıt futbolçuları elle oyun olduğunu iddia edirdilər. Sadəcə bundan çox kısa zaman sonra Sumqayıt hesabı bərabərləşdir. Ayxan ondan ötürmə cərimə meydançasına. Qapıya zərbə və gol! 18-ci dəqiqə. Hesab bərabərləşir. Golun müəllifi Ronaldo Vazquez. Baxaq bir daha epizodun təkrarına. Ayxan Süleymanlı ondan ötürmə. Bax burada mövqe səhvinə yol verən Elgün Dünyamalıyev idi. Təbii gənc oyuncu ilk komandanın heyətində ilk oyundan, yəni ilk əsas komandada ilk oyununa çıxır və bu da VAR-dan gələn görüntü və təbii ki burada oyundan kənar vəziyyət yoxdur. Rəhman Daşdəmirov, Rəhmandan cərimə meydançasında başla zərbə var. Qapıcı da yaxşı oynayır. Şafrankonun zərbəsi və Mehdi Cənnətov. 3 gözəl hərəkət baxırıq. Hamısı yaxşı idi. Mehdi Cənnətov. Kaim Paris. Kaim Paris. Sarı ötürməsi Şafrankoya. Şafranko qapıcı və top qapıdan keçmir. Baxırıq bir daha. Oyundan kənar vəziyyət təbii ki yox idi. Diyası keçdi Şafranko. İlk cəhətdə qapıcının müdaxiləsi. Rahmanəliyev. Sekidika. Kaim Paris zərbə və qapıcı. Budur, epizodun təkrarını bir daha izləyirik. Çox hilə. Buradan ötürmə Şafranko istiqamətinə. Şafranko hücuma qoşdu. Sekidika zərbə endirir. Qapıcı Mehdi Cənnətov. Baxırıq. Zərbə və Mehdi Cənnətov. Yeri gəlmişkən Mehdi Cənnətov və Elvin Bedelov Sabaha qarşı çempionatdakı 4 oyunun bu oyunda daxil. Hamısında meydanda olublar əvvəlki 3 oyun. Murad Xaçayev, Roy Kehat, Ayxan Süleymanlı ilə bu hücumu izləyək. Ötürmə cərimə meydançasına Sərtan Taşkın endirdi və gol! İkinci hissənin lap əvvəlindəcə Sumqayıt komandası hesab öz xeyrinə dəyişir və golun müəllifi 9 nömrə Bobir Abduxalikov. 46-cı dəqiqə. İzləyək. Sərtan Taşkın və qapıcının burada fikir veririk. Bax burada Stas Pakatilov da reaksiya verə bilmədi topa. Yan xətt hakiminə baxırdılar. Yəni oyundan kənar vəziyyət var deyə yox. Amma Sərtan Taşkının ötürməsinə çatan Babir Abduxalikov hesabı komandası xeyrinə dəyişir. Bax burada Rokke hat ayağını uzatdı. Çat. Lepinitsa dərhal məsafəni daraltdı. Səbuhi zərbənin imkan vermədi. Kaim Paris zərbə endirdi qapıcı. Omar Ali Rahmanəliyevin ötürmə gəldi qapı qarşısına. Kaim Paris amma Nihad Əhmədzadə mane olmağa çalışır. Zərbə endirilir qapıcı. Özünü çatdırdı qapıcı. Zərbə endirir. Dəqiq deyil. Top qapıdan aralı keçdi.
Ötürmə qapı qarşısına. Zərbə alınmadı ama Umar Ali Rahman Aliyev. Allahcı hərəkət. Zərbə indirir və gol! 71-ci dəqiqə. Umar Ali Rahman Aliyev hesabı bərabərləşdirir və özünün ikinci golunu vurur. Bir daha baxaq. Bax burada Umar Ali Rahman Aliyev yaxşı manevr etdi. Trezer Mosin'i önündən çəkdi. Və dəqiq zərbə ilə hesabı bərabərləşdirir. Top burada. Bəli. Lepinitsa, Nuriyev, Anatoliy Nuriyev. Ondan ötürmə Letiç'ə. Letiç, qapı qarşısına gələn top. Xəyal, Tellur'la oynuyor. Hücumu devam edir. Qapıya zərbə və gol! 77-ci dəqiqə. Əla bir gol Tellur Mütəllimovdan. Baxaq bir daha. Təbii ki burada. Xəyal. Məsuddan ötürmə müəllifi Xəyallı top ondan gəldi Tellur'a və Tellur isə uzaq küncə. Əla zərbə indirdi, ayağının içilə indirilən bir zərbə. Bundan sonrası necə olacaq? Sumqayıt artıq təzyiq etməli və təbii ki, bərabərliyi. Sumqayıt hücumda. Qaçayev. Roykeha, təhlükəli gəldi Sumqayıt. Qapıya zərbə indirilir və gol! Amma bəli, top qapıdan keçir. Top qapıdan keçir, hesabı 3-3 olur 88-ci dəqiqə. Momo Yansani. 3-3. Necə oldu bu epizodda komandasını xilas edə bilmədi, baxırıq. Bəli. Dirək. Qapıçının müdaxiləsi var və dirəyə dəyən top tora daxil oldu. Kim idi qolu vuran? Bəli, Yansani. 11 nömrə Momo Yansani. Stas Pakatilov. Topu Elgin Dünyamalıyev və bu da final. Hörmətli tamaşaçılar, final səslənir. Beləliklə bu maraqlı qarşılaşma 3-3 hesabı ilə yekunlaşır.